Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Biz bu günləri sizinlə çoxalma ontogenez bölməsinə başlayacağıq. İki bölməmizi bitirdik. İnşallah ki, 4 dərsə də bunu bitirib 5-ci dərs sorğu-sualını eləyərik. Yavaş-yavaş başlayaq. Diqqətlə qulaq asırsınız və bu gün deyəcəklərimiz imtahanınızın bir və yaxud da iki sualı ola bilər. Rami, mən neçənci səhifədədir o? Müəllimə 9-da da var, 10-da da var, 11-də də var. 3 bölmədə, 3 dənə sinifdədir bu. 3 sinifdə qarışıq şəkildə veriblər. Mən keçdikcə deyəcəm ki, yəni nəyi hardan deyirəm. Yaxşımı? Başlayaq. Demək, demək, gəlirik 9-cu sinifdən paragraf 17. Buradan başlayırıq. Burada bizdə nədən danışacağıq? Hüceyrənin həyat dövriyyəsindən, nüvə və xromosomlardan. Nüvədən danışmayacağıq təbii ki, amma xromosomlardan danışacağıq da, yəni. Demək, hüceyrənin həyatında olan dövrə gərəkdir. Birinci hüceyrənin həyat dövriyyəsi nədir? Ondan danışaq. Hüceyrə yaranandan ölənə qədər olan dövr ərzində hüceyrədə yaranandan ölənə qədər olan dövr onun həyat dövriyyəsi və yaxud da hüceyrə sikli adlanır. Və bu dövr ərzində hüceyrə böyüyür, inkişaf edir və çoxalır. Yəni bölünür də, belə deyək. Bu şəkildə. Hüceyrələrdə həyat sikli müxtəlif olur müəllimlər, təbii ki. Hüceyrələrdə həyat sikli müxtəlif olur, fərqli-fərqli. Hüceyrələrdə fərqli-fərqli olur. Ən adici belə insanın öz orqanizmində olan hüceyrələrindən götürsək, bax kitabda da verib. İnsanın epitel toxumasının bəzi hüceyrələrində bu sikl 10-15 saatdır, qaraciyər hüceyrələrində isə 1 ilə qədər davam edə bilir bu dövr. Və hüceyrənin həyat sikli deyəndə biz bunu iki mərhələyə bölmüş oluruq. Birinci mərhələ olur interfaza, ikinci mərhələ olur hüceyrənin bölünməsi. Hüceyrənin bölünməsi. İndi İndi biz interfazaya keçməmişdən qabaq istəyirəm hüceyrələrdə olan xromosomlar haqqında danışaq biraz. Xromosom sözünün mənası xroma rəng deməkdir, soma bədən deməkdir. Bəzən sualda dırnaq içərisində verir. Rəngli bədənə aid olan ifadəni seçin. Rəngli bədən deyəndə siz bilin ki, xromosomlardan söhbət getmiş olur. Xromosomlar membran quruluşuna malik olmayan nüvənin strukturlarıdır. Bunlar özlərində irsi məlumatı saxlayır və nəsildən nəslə ötürür. Nəyin vasitəsilə? Daxilində olan DNT-nin vasitəsilə. DNT-yə zülallar birləşir və birlikdə xromosomları əmələ gətirmiş olur. Xromosomlara baxdıqda, müəllimlər, baxın. Xromosomlara baxdıqda, xromosomlar özü bir dənə mərkəzi hissə olan sentromer hissədən və xromatiddən təşkil olunmuşdur. Mərkəzi hissə, sentromer hissə və xromatidlərdən təşkil olunur. Burada da bir xromosom var, amma bir dənə çiyin görürsünüz. Bir dənə çiyin görürsünüz. Həmçinin də bir dənə xromatid var. Bir dənə xromatid var. Hər xromatidin içərisində bir ədəd DNT molekulu olur. Bir DNT molekulu olmuş olur. Amma bu xromosoma baxdığımız zaman bu bir dənə xromosomdur. Bir dənə xromotomdur, amma iki dənə xromatiddir. İki dənə xromatiddir. Bu birinci xromatid, bu da ikinci xromatid olmuş olur. İki dənə xromatiddir. Gördüyünüz kimi xromosom sayı bərabərdir, amma xromatid sayı ondan
2 dəfə çoxdur. 2 xromatidli xromosom hesab edilmiş olur bu. Və hər xromatidin içərisində bir ədəd DNT molekulu olduğu üçün burada 2 ədəd DNT olmuş olacaq. 2 molekul DNT olmuş olacaq. Və siz bilirsiniz ki, bir xromatidli xromosomun 2 xromatidli xromosoma çevrilməsi necə gedir? Birincili gərilmə vasitəsilə baş vermiş olur ki, bu da interfaza mərhələsində həyata keçir. Gördüyünüz kimi burada hər ikisində bir xromosom var. Ona görə biz deyəcəyik ki, interfazada xromosom sayı artmır, amma xromatid sayı, DNT miqdarı 2 dəfə artmış olacaq. Bu şəkildə qeyd eləmiş oluruq biz bunu. İndi insanın və yaxud da hər hansısa bir canlının somatik hüceyrəsində olan deməli bir nüvəli somatik hüceyrəsində olan xromosom sayı onun karyotipini əmələ gətirir. Bax burada qeyd eləyiblər 9-cu sinif kitabında. İnsanın bir nüvəli somatik hüceyrəsində olan xromosom sayı onun karyotipini əmələ gətirmiş olur. Və buna biz xromosom yığımı demiş oluruq. Xromosom yığımı demiş oluruq. İnsanda karyotipində 46 xromosom var. Drozofildə 8 xromosom var. Şimpanzedə deyək ki, 48 xromosom olmuş olur. Əgər bu xromosomlar belə deyək də bir qat xromosom yığımına malikdirsə, biz bunu N ilə göstəririk və buna haploid deyirik. 2 qat yığıma malikdirsə 2N demiş oluruq, yəni diploid olmuş olur. Diploid orqanizmlərdə xromosom yığını 2N-ə, haploid orqanizmlərdə isə N-ə bərabər olmuş olacaq. Yəni bu şəkildə qeyd eləmiş oluruq. İndi insan diploid orqanizmlərə aiddir. Orqanizmlərin ümumiyyətlə əksəriyyəti diploid orqanizmlərə aiddir və insanın bir nüvəli e, bədən hüceyrəsində 2N diploid xromosom yığını bərabər olur 46-ya. 2N bərabər olur 46-ya. Bu 46 dənənin içərisində 44 dənəsi autosom xromosom olur ki, bu autosom xromosomlar həm qadın orqanizmində, həm kişi orqanizmində eyni olan xromosomlardır. Həm qadın, həm də kişi orqanizmində eyni olan xromosomlardır. Bir-birindən fərqlənmir. Bəs fərqlənən nədir? Fərqlənən cinsiyyət xromosomlardır ki, 2 dənə də cinsi xromosom olmuş olacaq. 2 dənə də cinsi xromosom olmuş olacaq. Bunlar qadında və kişidə bir-birindən fərqlənmiş olur. Baxın, cinsiyyət xromosomunun sayı sizə rəqəm verilmədiyi şəraitdə N-in qarşısında yazılan rəqəmə aid. Kiminsə səsi açılıb müəllimlər. Ayda müəllimə, səsiniz açıqdır, bağlayarsınız, zəhmət olmasın. Demək, görürsünüzmü? 2N bərabər 46 yazılıb. 2N bərabər 46 yazılıb. Demək ki, bunun 2 dənəsi, N-in qarşısındakı rəqəm 2 dənəsi cinsiyyət xromosomudur, yerdə qalan 44 dənəsi autosom xromosomudur. Və yaxud da verib 4N bərabərdir, məsəl üçün 48-ə. Burada nə qədər cinsiyyət, nə qədər autosom xromosom var desə, 4N bərabər 48 demişik də. Demək ki, nədir bu? 4 dənə cinsiyyət xromosomu var. Yerdə qalan 44 dənə isə autosom xromosom hesab edilmiş olur. Bunu yaddan çıxarmırıq. Cinsiyyət xromosomları əgər insan orqanizmində, qadın orqanizmidirsə, biz bunu XX şəklində göstəririk. Kişi orqanizmidirsə, XY şəklində göstəririk. Və orqanizmlərdə
Cinsiyyət xromosomları bir-birinin eynisidirsə, yəni XX şəklindədirsə, biz bu orqanizmi adlandırırıq homoqamet orqanizm. Homoqamet orqanizm adlandırmış oluruq. Çünki cinsiyyət xromosomları bir-birinin eynisidir. Eynisidir. Amma görürsünüzmü? X ilə Y-dirsə, X biri X-dir, biri Y-dir. Kişide olduğu kimi bu cinsiyyət xromosomları bir-birindən əksi olduğu üçün, yəni bir-birindən fərqli olduğu üçün biz bunlara heterogamet heterogamet demiş oluruq biz buna. Heterogamet demiş oluruq biz buna. Bu şekilde organizm olarak heterogamet organizm demiş oluruq. İndi müəllimlər, xromosomlar o hüceyrədə necə yerləşir? Cüt-cüt yerləşir. Xromosomların hamısı hüceyrədə cüt-cüt yerləşir. Cüt-cüt yerləşir. Məsəl üçün biz İnsan üzərində, insanda biraz xromosom sayı çoxdur da, onun üzərindən getməyək. Drozofil milçəyinə gələk. Drozofil milçəyində 2M bərabərdir 8 dənə xromosom var. Diploid xromosom yığını 8-ə bərabərdir drozofil milçəyində. N-in qarşısındakı rəqəm 2 olduğuna görə 2 dənə cinsiyyət xromosom var və yerdə qalan 8-dən də bu 2-ni çıxanda 6 dənə autosom xromosom qalmış olur. Və bu xromosomlar cüt-cüt yerləşmiş olur. Yəni 6 dənə autosomu yerləşdirsək, XX, yəni bu şəkildə yerləşdirəcəyik, deyək ki, və cinsiyyət xromosomu da əgər dişi drozofildirsə, olacaq XX, erkək drozofildirsə, olacaq XY. Gördüyünüz kimi 8 xromosom 4 dənə 1, 2, 3, 4 dənə cüt əmələ gətirmiş oldu. Bunlar Müəllim, autosom xromosomları XX qeyd edirik. XX mən şeylədim də forma olaraq, yəni X şəklindədir. Ona görə dedim onu mən. Yoxsa XX qeyd eləmirik. Yox. Yəni normalda autosom dedik. Formada sadəcə ona oxşuyur deyə o şəkildə etdim də. Demək, baxdığımız zaman 4 cüt xromosom gördük burada. Bunlar niyə görə cüt-cüt əmələ gətirir? Bu cütlər adlanır homoloji cüt. Homoloji cüt adlanmış olur. Bax bunlar. Homoloji cüt deyəndə biz nə başa düşürük? Yəni xromosomlar bir-birinin eynisidir. Eyni yumurta əkizi kimi. Eyni yumurta əkizi kimi. Ölçüsü eyni, forması eyni, quruluşu eyni, üzərindəki genlər eyni əlaməti idarə eləyəcək. Yəni bu şəkildə homoloji cüt olmuş olur bunlar. Əgər orqanizm homoqametdirsə, yəni XX-dırsa, cinsiyyət xromosomları da homoloji cüt əmələ gətirir. Homoloji cüt əmələ gətirir. Yox, XY kimi heteroqametdirsə, bunlar da cinsiyyət xromosomları homoloji cüt əmələ gətirmir. Sadəcə autosom xromosomlar homoloji cüt əmələ gətirmiş olur. Biz baxanda ki, orqanizmdə 2M bərabərdir 8 dənə xromosom var. Bunun haploid sayını, yəni N-ini tapanda M bərabər 4 olur haploid sayı. Düzdürmü? Onda siz burada nə görürsünüz? Biz nə deyə bilərik buradan qeyd kimi? Qeyd kimi nə deyə bilərik? Homoqamet orqanizmlərdə homoloji cütlərin sayı haploid xromosom sayına bərabərdir. Bu ifadəni deyəcəyik. Sayanda homoqamet üçün sayaqda birinci cüt
ikinci cüt, üçüncü cüt autosom xromosomda və dördüncü cütdə homoloji cüt yaranır cinsiyyət xromosomunda. Amma, amma heterogamet orqanizmlərdə homoloji cütlərin sayı haploid xromosom sayından bir vahid az olur. Bir vahid az olur. Bunu bu şekilde qeyd eləmiş oluruq biz də burada. Bu şekilde qeyd eləmiş oluruq burada. Baxanda da heterogamet orqanizm erkək fərdlərdə də, erkək fərdlərdə, yəni burada XY olanda ancaq autosom xromosomlar cüt əmələ gətirib. Birinci cüt, ikinci cüt, üçüncü cüt. Dördüncü yaratmayıb. Dördüncü yaratmayıbdır. Cinsiyyət xromosom homoloji cüt əmələ gətirməyib. 3 dənə homoloji cüt var. Haploid sayda 4 ədəddir. 4-dən biri çıxanda 3 eləyir də. Ona görə haploid xromosom sayından bir vahid az olur. Amma dişi fərddə birinci, ikinci, üçüncü, dördüncü cütü də cinsiyyət xromosom əmələ gətirib. Elə haploid saya bərabər olur. Aydındır bu? Müəllim, Bəli. bu qanun yəni dediyi haploid sayına bərabərdir. Homoloji cütlərin sayı haploid sayı, xromosom Hı. sayına bərabərdir. Bu heksaploid üçün də, tetraploid üçün də Hamısı üçün. aydındır. Çox sağ ol. Bu şəkildə qeyd eləmiş olduğu homoloji cütlərin sayını bildir. İndi gəlirik nəyə? İndi gəlirik xromosom müxtəlifliyi haqqında danışmağa. Hələ ki interfaza haqqında, bölünmə haqqında heç bir şey deməmişik. İndi gəlirik xromosom müxtəlifliyi haqqında danışmağa. Bunu diqqətlə qulaq asın. Yəni bunlar haqqında, yazdırdığım qaydalar haqqında sonda məsələlər verəcəm. Bu müxtəlifliyi izah edəndən sonra məsələlər verəcəm və o məsələləri də sizlər cavablarını burada şərh hissədə yazacaqsınız. Demək, dedik ki, yenə kiminsə səsi açıldı, müəllimlər. Demək, drozofil milçəyində 2m bərabərdir 8 oldu. 8 oldu. Deyək ki, götürək biz burada dişi drozofil, yəni XX olsun. Bu nədir? Homogametdir. Homogamet. Dedik ki, burada 8 xromosomdan 6 dənəsi autosom xromosom oldu və cinsiyyət xromosomda oldu XX. Elədir, 2 də cinsiyyət xromosomu oldu, o da XX-dir. Bu autosom xromosomlarda homoloji cüt əmələ gətirdiyinə görə birinci cüt, ikinci cüt və üçüncü cüt oldu. Və bu cütlər hamısı bir-birinin nəyi idi? Eynisi idi də. Bir-birinin eynisi idi. Onda biz burada, müəllimlər, neçə ədəd müxtəlif xromosom görürük? Neçə müxtəliflik görürük biz burada? 4 dənə müxtəliflik görəcəyik. 3 müxtəliflik autosomda, 1 müxtəliflik də, 4-cü müxtəliflik də olur. Nədə? Cinsiyyət xromosomunda. Onda biz buradan gəlin yeni bir qeyd çıxaraq. Onda gəlin biz buradan yeni bir qeyd çıxaraq. Homogamet orqanizmlərdə somatik hüceyrənin xromosom müxtəlifliyi
Somatik hüceyrə bədən hüceyrəsidir. Yəni soma bədən deməkdir axı. Somatik hüceyrənin xromosom müxtəlifliyi nəyə bərabər olur? Haploid saya bərabər olur. 2n bərabərdir 8 olmamışdı. Bunun eni nəyə bərabərdir? N bərabərdir 4-ə. Eni buradan tapanda 8-i 2-yə bölürük də. Xromosom müxtəlifliyi də haploid sayı bərabərdir. 4 dənə müxtəliflik gördük burada. 4 dənə müxtəliflik gördük burada. İndi bəs desək ki, autosom xromosom müxtəlifliyi nəyə bərabərdir müəllimlər? Bu şeydə 3. 3. bəli. Bir vahid az. Bəli. Ucu autosom xromosom müxtəlifliyi deyəndə, qoy bunu da yazaq bura. Homoqamet orqanizm üçün yazıram deyə, bunu bir daha cümlənin əvvəlində homoqamet orqanizm sözünü deməyəcəm də, yəni burada. Deməli, autosom xromosom müxtəlifliyi haploid saydan bir vahid az olur. Aydındır bu da bir problem yoxdur ki. İnşallah olmamışdır. Yəni sizə hərflə belə versələr ki, orqanizmin tutaq ki, indi buna aid bir dənə məsələ yazacağıq sizə, amma məsələ yazmamışdım, bir qeyddə verəcəm burada ki, bir də var qametin xromosom müxtəlifliyi. Uşaqlar deyirəm, müəllimlər. Qametin xromosom müxtəlifliyi. Qametin xromosom müxtəlifliyi deyəndə qametin xromosom müxtəlifliyi isə elə haploid saya bərabər olur. Niyə görə? Qamet nədir? Elə bax burada tapdığımız n bərabərdir 4. Bunun qameti deməkdir. Bunun qameti deməkdir. N bərabərdir 4. Meyoz bölünmən alınır və xromosom sayı 2 dəfə azalır. Meyoz bölünməni izah edəcəm birazdan. Mitoz, meyoz nədir? İzah edəcəyik birazdan. Demək, qametin xromosom sayı elə 4 olur. Qametə xromosomlar necə düşür? Qametə xromosomlar necə? 4 dənə xromosom deyil. Autosom xromosomun birinci cütündən biri gedir. İkinci cütündən biri gedir. Üçüncü cütündən biri gedir və cinsiyyət xromosomunda biri gedir. Hər xromosom cütündən biri gedib qametin tərkibinə düşür. 4 dənə müxtəliflik var da, elə gördüyünüz kimi 4 dənə müxtəlif xromosom gedib qametin tərkibinə düşür. Ona görə də elə qametin xromosom müxtəlifliyi haploid saya bərabər olmuş olacaq. Oldu müəllimlər? Aydındır bu da? Bəli, müəllim. Hı -hı. Tamam. Bax. Müəllim, burada autosom xromosom müxtəlifliyi var. Onu en çıxaq bir kim götürə bilərik onda. Da haploid sayı zaten n idi. Ondan Hə, bir ondan biraz n çıxılsın bir kimi götürür. Ha. Əlbəttə ki. Demək, deyir ki, diploid homoqamet, məsəl üçün belə bir şey deyil. Homoqamet orqanizmin autosom xromosom müxtəlifliyi məsəl üçün deyir, A olarsa onda bu orqanizmdə bu orqanizmin somatik hüceyrəsində homoloji cütlərin sayı nəyə bərabər olar? Bax, cavabımız nə olar? Şərhdə yazın görək.
İki cavab gəlib və heç biri doğru deyil. Əgər ki, belə tip məsələləri hərflə həll edə bilmirsinizsə, yerinə rəqəm qoyun. Və o şəkildə çox rahatçılıqla həll edəcəksiniz. Zeynəb müəllimə, cavabınız doğru deyil. Amma Elnura müəllimə ilə Əsmər müəllimə doğru yazdı. 35 müəllimdən cəmi 5 müəllim cavab yazdı. Allah razı olsun. Müəllimlər, nə dedik? Autosom xromosom müxtəlifliyi haploid saydan bir ədəd az olur. Homoqamet orqanizmlərdə. Homoqamet orqanizmlərdə. Amma homoloji cütlərin sayı haploid saya bərabər olur. Yəni ki, bax, haploid say, autosom xromosom sayı demədik, haploid saydan bir ədəd az olur. Yəni n çıxılsın 1, n haploid sayıdır. N çıxılsın 1-i A-la göstərib burada. Sizdən nə istəyir? Homoloji cütlərin sayı, yəni haploid istəyir. N istəyir. N nəyə bərabərdir? A üstə gəlsin 1-ə bərabərdir. A üstə gəlsin 1-ə bərabərdir. Müəllim, indi burada müxtəlifliyin sayını verib elə bir əvvələ qayıdır da. Elə bir şey. Əvvələ qayıtmır, homoloji cütləri istəyir. Əvvələ nə Hətta edir? əvvəlcə cütlərdən müxtəlifliyi tapırdıq. İndi müxtəlifliyi verib homoloji cütləri soruşur da. Eləmi? Zaten yəni xromosomlar bədən hücrəsində cüt-cüt olur da, yəni o fərqi yoxdur da, homoloji cütləri verib autosom xromosom müxtəlifliyini də istəyə bilər. Autosom xromosom müxtəlifliyini verib homoloji cüt də istəyə bilər. Yəni heç bir fərqi yoxdur axı burada. İki cür məsələnin ikisini də verə bilir də. İndi tutaq ki, bir də tutaq ki, belə verib. Diploid homogamet orqanizmin autosom xromosom sayı A olarsa, onda bu orqanizmin somatik hüceyrəsində homoloji cütlərin sayı nəyə bərabər olar? Görək bunu kim tapa bilər? Güman müəllimi, doğru deyil cavabımız. Doğru yazanların adını çəkmirəm zaten. Deməli, Elnura müəllimə Əliyeva doğru yazıb, Günay müəllimə doğru yazıb, Əsmər müəllimə doğru yazıb, Elnara müəllimə siz doğru yazmamışsınız. İndi baxaq. Autosom xromosom sayı A-dırsa, diploid orqanizmdə və homoqametdir. Diploid isə bu nədir? 2N-dir. 2N-də demişdik ki, N-in qarşısındakı duran rəqəm cinsiyyət xromosomunu göstərir. Mən A-nın üzərinə 2 gəlsəm, ümumi xromosom sayını tapacam. Və homoloji cütlər
homogamet orqanizmdə nəyə bərabər olur? Haploid sayı bərabər olur. Yəni 2n bərabərdir A üstə gəlinsin 2-yə. Buradan n'i tapanda A üstə gəlsin. 2-ni böləcəm 2-yə. Bu şəkildə də saxlaya bilərik və yaxud da ayrı-ayrılıqda A'nı 2-yə bölərik, üstə gəlsin. 2-ni də 2-yə bölərik. Bu deyilər A bölünsün 2, üstə gəlsin 1. Yəni bu cavabı da görsək doğru cavab olar. Bu cavabı da görsək doğru cavab olar. Olar. Müəllim, insan orqanizmində 46 xromosomdan götürə bilərik misal üçün. Yəni belə məsələ veriləndə ki, tutaq 46-dırsa, bunun ümumi xromosomudur. Autosomu 44-dür, 2 dənə cinsidir. A 46. plus 2 bölünsün 2 homoloji cütün sayıdır. Niye olmur ki? Niye de olmasın? Niye de olmasın? Olar, təbii ki olar. Aydındır müəllimlər bu hissə. Mənə necə qarışıq gəlir müəllim. Bəlkə də Dərsin əvvəlindən ondan sonra soruşuram, başa mən başa düşmürəm. düşmürəm. Dərsin əvvəlin yenidən sizlərə qaytara bilmərəm. Təbii ki, gərək ki, videoyu izahdan baxasınız. Yəni 21:30-da bir dənə zəhmət olmasa, bir dənə 10-15 dəqiqəlik girərəm, əvvəlinə baxaram sonra. Eyni şeyi müəllimə video izahda da atacaq, problemi yoxdur. Elə hə. Ee, bu qarışıq gələn müəlliməmiz hansı idi? Hansı müəlliməmiz idi? Mənə. Aha, niyə aynı müəllimə? Burada nə qarışıq gəlir? Nəyə başa düşmədiniz ki siz burada? Nə var burada? Bax, siz nəyi başa düşmədiniz? Nəyə qarışıq gəldi? Onu deyin mənə. Mən o hissəni sizin üçün qeyd edeyim təkrar olaraq. Autosom xromosomun cüt əmələ gətirməsi, yəni o nəsə o hissə mənə Mənim həmişə xromosomlar cüt-cütdür dana. onlar cüt-cütdür, aydındır. Ha, Bu qarşısında olan 2M var, onu cinsi kimi çıxırıq üzərindən həmişə. yerdə qalan olur autosom xromosom. Bir də müxtəliflik məsələsində burada üçü də X-dır da, üçü də ayrı-ayrı xromosom cütü deməkdir. O mənada müxtəlif götürürük biz onu. Ha, X deyil, autosom xromosom üçün deyirsinizsə, onlar X deyil, onları biz X adlandırmırıq. Yəni autosom xromosom olanı. Sadəcə fərqli-fərqli quruluşa malikdir də. Üzərindəki genlər fərqlidir, quruluşu fərqlidir, başqa-başqa əlamətləri idarə edirlər. Yəni fərqli-fərqli xromosomlardır bir-birindən. Nə olsun? Siz də burada biologiya müəlliməsiniz, xanım müəllimə də, Ayda müəllimə də, Ayan müəllimə də, hamı biologiya müəllimidir. Amma hamı eyni məktəbdə dərs demir ki, biri nə bilim Şəmkirdə dərs keçəndə, biri Bakıda dərs keçir, biri Qubada dərs keçir, biri Gəncədə dərs keçir. Yəni bu şəkildə. Aydındır mı? Hə, O başa yüzden düşdüm. bunlar da ayrı-ayrı cütlər, ayrı-ayrı xromosomlardır. Aydın oldu. Yəni bu autosom xromosom sayda A-dırsa, diploid orqanizmdirsə, üzərinə 2 dənə cinsiyyət xromosomu gəldik, diploid xromosom sayını tapdıq. Homoloji cütləri də demişdik ki, bunun haploid ilə bərabərdir. Ona görə böldük yarıya. Hə, başa düşdüm mən. Müəllim, birinci məsələni də izah edə bilərsiniz, zəhmət olmasa. Burada deyil diyoruz müəllimə. Birinci məsələdə nə demişdik? Autosom xromosom müxtəlifliyi nəyə bərabərdir? Haploid saydan bir ədəd azdır. Haploid sayımız n-dir. Bir ədəd azdırsa n-dən biri çıxdım. A-ya bərabər elədim. Homoloji cütlərin sayı homogamet orqanizmdə haploid sayı bərabərdir. Yəni biz buradan n-i tapmalıydıq. Ona görə n-i tapanda A-nın üzərində 1 gəlirik də. Yəni bildiyimiz tənlik kimi qurmuşuq edirik də, yəni 5 üstə gəlsin 5 10 eləmir. X üstə gəlsin, tutaq ki, belə bir şeydir də. X üstə gəlsin 5 bərabərdir 10-da. Mən X-i tapıram. Bu da eləyir 10-dan 5-ə çıxıram, məsəl üçün eləyir 5. Həmin şeydir də burada indi. Haploid say n-dir, n-dən 1 çıxanda A-ya bərabər eləmişik məsələdə, n-i istəyir buradan. Nə eləməliyik? A-nın üzərində 1 gəlməliyik də. Oldu mu müəllimə? Bəli. Hı -hı. Yaxşı. İndi gəlirik
heterogamet orqanizmlərə. Yəni yenə 2 n bərabərdir 8 xromosomlu drozofil milçəyindən gedirik. Bu səfər bunun erkək fərdinə baxırıq. Erkək fərdinə Düzdür. baxanda kimindir səs açıqdır? Xanım müəllimə səsiniz açıqdır, zəhmət olmasa. 6 dənə autosom xromosom olur burada və cinsiyyət xromosomu 2 dənədir. XY-dir. Autosom xromosomlara baxanda birinci cüt, ikinci cüt və üçüncü cüt. Düzdür? Və bu autosom xromosomlar gördüyümüz kimi birinci cüt homoloji cüt yaradıb, bir-birinin eynisidir. İkinci cüt yaradıb, üçüncü cüt yaradıb. Amma cinsiyyət xromosomu müxtəliflik yaratmayıb. Müxtəliflik yaratmayıb. Yəni ki, homoloji cüt, üzr istəyirəm, müxtəliflik var, o heç. Homoloji cüt yaratmayıb. Biri X-dir, biri Y-dir. Bunu bayaq qeyd elədik. İndi müxtəlifliyə baxırıq. Müxtəlifliyə baxırıq. Görək burada nə qədər müxtəliflik var. İndi sizlə bir yerdə qəşəng bir şəkildə həll eləmiş olacağıq. Demək, heterogamet orqanizmlərdə somatik hüceyrənin xromosom müxtəlifliyi haploid saydan bir vahid çox olur. Bizim 2 enimiz 8 ise enimiz bərabərdir 4-ə. Haploid sayımızdır bu. Düzdür? Burada necə müxtəliflik var? Burada var birinci müxtəliflik, ikinci müxtəliflik, üçüncü müxtəliflik. Cinsiyyət xromosomları fərqli-fərqli xromosomdur. X 4-cü müxtəlifliyi yaradır, Y 5-ci müxtəlifliyi yaradır. Ona görə haploid sayımız 4-dür, müxtəliflik 5-dir. Haploid saydan nə olacaq? Bir vahid çox olacaq. Yəni en üstə gəlsin bir şəklində deyəcəyik buna. Okey? Olar. Bəli. İndi gələk. Autosom xromosom sayı yenə nəyə bərabər olmalıdır? Autosom xromosom müxtəlifliyi N-1. bəli, yenə haploid saydan bir vahid az olur. Yəni autosom xromosomlar istər homogamet, istər heterogamet orqanizmlərdə eynidir də. Ona görə də yenə haploid saydan bir vahid az olmuş olacaq. Bir də desək, qametin xromosom müxtəlifliyi bu da yenə haploid saya bərabər olur. Bu şəkildə qeyd eləmiş olduk. Çünki yenə bunun qametinə n bərabər 4-dür də. Qametinə birinci cütdən biri gəlib düşür. İkinci cütdən biri gəlib düşür. Üçüncü cütdən biri gəlib düşür. Cinsiyyət xromosomundan da ya X gələcək, ya da Y gəlmiş olacaq. Yenə 4 dənə müxtəliflik olacaq. Yəni haploid saya bərabər olmuş olacaq. Qametin xromosom müxtəlifliyi. Bax, bu qaydalar qan yaddaşı kimi bir şeydir yəni. Qan yaddaşı kimi bir şeydir. Ona görə bu qaydaları siz əzbərləmək lazım deyil. Bunun yolunu tutdunsa, başa düşmək lazımdır. Yolunu tutdunsa, onu durub əzbər yadımda saxlayayım, neynim yox. Yolunu tutdunsa, başa düşdünsə, vəsiyo. Başa düşmüsən. Ucu bunu əzbərləmirsən. Ucu sən bunu bilirsən deməkdir. Bilirsən deməkdir. Bax, günorta məktəbdən gəlmişəm. Deyirəm ki, evdəkilərə, ay Allah, axşam 4 saat dalbadal çənə vuracam, danışacam.
Evdə deyirlər ki, hadi gel bir kitabdan zatdan aç ki, bax canım da, baxma indi e, gör 3-4 aydır kitablardan uzaqsan da, yəni hazırlıq keçmirsən də, indi bölmə yenə nə qədər olmaya harası yaddan çıxar falan. Evdə dediyim şey bu olur ki, mən o bölmələri o qədər e, başa düşə-düşə izah edirəm ki, rahat izah edirəm ki, kitaba baxmağa ehtiyac yoxdur. Bunları mən tutaq ki, e, qəti şəkildə harasa qeyd eləmirəm və yaxud da bir qeydim yoxdur ki, oradan baxım, oradan nəsə deyim, yox. Hamısı beyindən bədahətən gələn bir şeylərdir. Niyə görə? Çünki başa düşdüyüm bir şeylərdir. Və çox düşünürəm ki, çox rahatlıqla da hər kəs bunu başa düşə bilər. Çox rahatlıqla da hər kəs bunu başa düşə bilər. Sev, sadəcə özünü qorxutma. Sevginlə ki, mən bunu bacaracam, rahat olacaq mənə, başa düşəcəm. Yoxsa beyninizdə qoyursunuz ki, tutaq ki, müəllimlər də, şagirdlər də beyinlərinə qoyurlar ki, həmişə, ay Allah, biologiyanın ən çətin bölmələri biokimya, ontogenez, genetikadır. Beyinlərinə bunu otuzdururlar. Ondan sonra da deyirlər ki, yox biz bunu öyrənə bilmirik. Niyə görə beyninizdə onu otuzdurursunuz ki, yox çətində öyrənə bilməyəcəyik. Onu ucu sizə, siz özünüz onu öyrənmək istəmirsiniz. Öyrənə bilsəniz belə özünüzü motivasiyadan salırsınız. İndi baxın, belə bir misal veririk. Diploid, heterogamit orqanizmlərdə homoloji cütlərin sayı A olarsa, onda bu orqanizmin somatik hüceyrəsində xromosom müxtəlifliyi nəyə bərabər olar? Görüm cavab yaza bilən olacaqmı? Elnarə müəllimə 5 nədir yazmısınız ora? Anla ifadə edin onu. Cavab yazanların içərisində cəmi 2 nəfərin cavabı doğrudur ha. 3 nəfərin. Onsuz da 6 nəfər cavab yazıb. Müəllimlər bəzən qorxurlar bura cavab yazmağa. Yəni qorxmayın ha. Yəni siz cavab yazın. Görün ki, yazdığınız, düşündüyünüz, fikirləşdiyiniz doğrudurmu, səhvdirmi? Nə qədər başa düşdüyünüzü anlayın. Bilin. Səhvlərinizdən həmişə səhvlərinizdən siz nə edirsiniz? Düzünüzü tapırsınız. Səhvdən düzə doğru gedirsiniz. Səhvlərinizdən düzü tapırsınız və o səhv eləyə düzü tapanda insanın daha yaxşı yadında qalır. Jalə müəllimə, Günay müəllimə, Əfsanə müəllimə, Əsmər müəllimə və Nərmin müəllimə. Bir də Sevinç müəllimə və Aybəniz müəllimə. Sizlər doğru yazmışsınız. Cavab A üstə gəlsin 2-dir. Homoloji cütlərin sayı heteroqamit orqanizmlərdə nəyə bərabərdir? Haploid saydan bir vahid az. Yəni, n çıxılsın 1 sizdə A-ya bərabərdir. Sizdən nəyi istəyir? Somatik hüceyrənin xromosom müxtəlifliyi. Yəni, istəyir ki, somatik hüceyrənin xromosom müxtəlifliyi haploid saydan bir vahid çox olur. Yəni, n üstə gəlsin 1-i sizdən istəyir. Siz burada n-i tapanda
N nəyə bərabərdir? A üstə gəlsin 1-ə. Bu N'in qiymətini, yəni A üstə gəlsin 1-i gətirib buradakı N'in yerinə qoyun. Bu nə olacaq? A üstə gəlsin 1, üstə gəlsin 1. Bu da eləyəcək A üstə gəlsin 2. Oldu. Rəqəm qoyaq. Diploid heteroqamet orqanizmdə homoloji cütlərin sayı deyək ki 9-a bərabərdir. 9-a bərabərdir. Məsəl üçün deyək ki, A deməyib 9 deyibdir. Bu orqanizmin somatik hüceyrəsində xromosom müxtəlifliyi nəyə bərabər olar? Nəyə bərabər olar? Homoloji cütlərin sayı haploiddən bir vahid azdır. Bir vahid azdır. Yəni n çıxılsın 1 bərabərdir 9-dur. N'imiz nəyə bərabər olur? 10-a bərabər olur. Somatik hüceyrə xromosom müxtəlifliyi də haploiddən bir vahid çoxdur. Ona görə onun üzərinə gələcəm 1. 11 tapacaq. Yəni bu şəkildə. O yazdırdığım qayda etalondur. Bildiyiniz etalon. Onun üzərindən geçsəniz hər birini həll edə biləcəksiniz. Müxtəliflik də bu qədər. Müxtəliflik də bu qədər. Yaxşı? Müəllim, Bəli. olar ki 3n bərabərdir 15-ə baxaq. 3n bərabər 15. Bəli. Hə, nə var burada? 3n bərabərdir 15-də nəyə baxdıq? Autosom yəni tövbə. Xromosom müxtəlifliyinə ümumi somatik hüceyrədə xromosom müxtəlifliyinə. Nə fərqi var ki, yenə burada 12 dənə autosomu var. Autosom. 3 dənə cinsiyyət xromosomu var. Hı -hı. 12 autosom 6 xromosom müxtəlifliyi yaradacaq. Bəs Yox. 3 3n olduğuna görə xromosomlar özündə 3 birləşib, yerləşəcək. Bunda səhv edirəm bayaqdan. Cinsiyyət xromosomlarda artıq nədirsə burada. İndi mən bilmirəm axı orqanizm nədir, necədir falan. Məsələn 3 dənə X yazırıq. 3 dənə X olacaqsa, hə, bu da bir müxtəliflik yaradacaq. 4 dənə də müxtəliflik burada. Mən 2-2 düzürdüm ya da. 2n-də 2-2 cüt-cüt düzülür. 3n-də 3-3 olur. 4n-də 4-4 olur xromosomlar. O şəkildə. 4 dənəsi bir-birinin eynisi olur. Aydındır müəllim, çox sağ olun. Buyurun. Yaxşı. Gəldik. Bir də müəllimlər, bax bu saydıqlarımız var. Bu müxtəliflik var ha. Bu müxtəliflik. İstər belə deyim də canım sizə desin, istər bir hüceyrədə olsun, istər 1000 hüceyrədə olsun. Fərqi yoxdur. Eynidir. Bir hüceyrə üçün götürürlər. Məsəl üçün deyir ki, qadının 10 dənə hüceyrəsində xromosom müxtəlifliyi nəyə bərabərdir? Qadında 2n bərabərdir 46-dır. Homoqamet olduğuna görə xromosom müxtəlifliyi 23-ə bərabər olacaq. Bu bir hüceyrəsində də belədir, 10 hüceyrəsində də belədir, 1000 hüceyrəsində də belədir. Qadının barmağının ucundan da hüceyrə götürsələr, ayağının altından da hüceyrə götürsələr, bu hüceyrələrdəki xromosomlar eyni xromosomlardır. Bir orqanizmə aiddir də. Ona görə bunun 1000 dənə hüceyrəsində götürsələr, bir dənə hüceyrəsini götürsələr də xromosom müxtəlifliyi 23-dür ki, 23-dür. Və yaxud da kişi üçün. Kişinin 50 hüceyrəsində xromosom müxtəlifliyi nəyə bərabərdir? 24-dür. 24. Haploid saydan bir vahid çox. Bir hüceyrəsində də belədir, 10 hüceyrəsində də belədir. Bəzən çaşdırmaq üçün verirlər Down sindromlu insan, Patau sindromlu insan, nə bilim, Şerşevski-Terner sindromlu insan. Fərqi yoxdur. Fərqi yoxdur. Qadındırsa 23, kişidirsə 24. Cəmi söhbəti demir Jalə müəllimə. Cəmi söhbəti yoxdur. Elə bir hüceyrəsinə görə götürürsünüz. Hər zaman.
Burada çalışmalarda bəzi müəllimlərimiz çalışmaları bir-bir atır ki, müəllim düzdür, səhvdir falan filan. Ona görə bir dənə buralarda elə belə baxaq. Zaten mən bunları dərsin içərisində deyirəm onsuz da, cümlə olaraq deyirəm. Diqqətli şəkildə dinləsəniz əslində dərsin içərisində qeyd eləmiş olam. İki xromatin bir-birinə birləşən hissəsi sentromer adlanır. İki hüceyrənin iki bölünməsi arasındakı mərhələ interfaza mərhələsidir. Cinsiyyət hüceyrələrinin xromosom yığımı haploid olur. Cinsiyyət hüceyrələri qametlərdir, yəni haploid olur. Ölçüsünə, formasına və irsi məlumatların xarakterinə görə bir-birindən fərqlənməyən cüt xromosomları homoloji xromosomlar adlandırmış oluruq. İnsanın karyotipində 23 cüt, yəni 46 xromosom olur. Kişilərdə cinsiyyət xromosom cütü latin hərfləri XY ilə işarə olunmuş olacaq. Burada şəkildə nə təsvir olunub? Xromosomun sentromer hissələridir. Düzdür? Bu da xromatidləridir. Bu şəkildə. İçərisində olan DNT-lərdir yəni. Bu şəkildə verilir. İnterfaz üçün səciyyəvi prosesləri seçin. İnterfazla hələ qeyd eləməmişəm, ona görə bir şeylər demirəm burada. İndi gələk interfazanı qeyd eləməyəm. İnterfazanı qeyd eləmək. Demək, müəllimlər, interfaza dedik ki, iki bölünmə arasında qalan mərhələdir. Və interfaza dövrü, hüceyrənin interfaza dövrü bölünmə dövründən daha uzun olur. İnterfaza dövrü bölünmə dövründən daha uzun olur. Və interfazanı, müəllimlər, interfaza mərhələsini şərti olaraq biz 3 yerə bölürük. 3 yerə bölürük. Birinci olur presintetik mərhələ. Presintetik mərhələ buna başqa cür G1 faza da deyirlər. İkinci olur sintetik mərhələ. Buna başqa cür deyirlər S faza. Üçüncü olur post-sintetik mərhələ. Buna da C2 faza deyilir. İndi presintetik mərhələdə nə baş verir? Presintetik mərhələdə demək, hüceyrədə çoxlu miqdarda zülal sintezi olunur. RNT sintezi olunur. ATF sintezi olunmağa başlayır. Presintetik mərhələdə. ATF sintezi olunmağa başlayır. Həmçinin sintetik mərhələdə DNT ikiləşəcək. DNT-nin ikiləşməsini həyata keçirən fermentlər fəallaşır, aktivləşir presintetik mərhələdə. Presintetik mərhələdə xromosomlar bir xromatidli olur. Bir xromatidli xromosom olur. Presintetik mərhələdə. Xromosomlar bir xromatidli olur. DNT hələ ikiləşmədiyinə görə xromosomlar bir xromatidli olur. Və burada xromosom sayımız 2N, xromatid sayını C ilə göstərirlər. 2C və DNT miqdarını da D ilə göstərirlər. 2D də bizə DNT miqdarını vermiş olur. Bu düsturlar bizim üçün vacib olan düsturlardır. 2N, 2C, 2D şəklində qeyd eləmiş oluruq presintetik mərhələnin düsturunu. Məsəl üçün, insanın deyək ki, somatik hüceyrəsinin interfaza mərhələsində xromosom sayı 2N'imiz 46-ya bərabərdir. Elə 2C'miz də 46-ya bərabərdir. 2D'miz də 46-ya bərabərdir. Yəni 46 xromosom, 46 xromatid, 46 DNT miqdarı var. Yadınızda qalsın. N'in qiyməti həmişə C-yə, o da həmişə D-yə bərabərdir. Sadəcə fərqli-fərqli fikirləri ifadə elədiyinə görə fərqli-fərqli hərflərlə göstərilir. Təklikdə N'in qiyməti C-yə, o da D-yə bərabərdir. Ola bilər ki, qarşısındakı rəqəm olar, tutaq ki, 2N 4C olar. 2N 4C olar. Təbii ki, 2-ni nəyəsə vuranda 4-ü eynə. Məsəl üçün, 2-ni 5-ə vurursan, 4-ü 5-ə vurursan. Nə olur? 2-ni 5-ə vuranda 10 edir, 4-ü 5-ə vuranda 20 edir. Təbii ki, bunlar bir-birindən fərqli olacaq. Qarşısındakı rəqəmlərə görə fərqlənmə ola bilər.
Fərqlənmə ola bilər. Amma N-in, C-nin, D-nin qiyməti bir-birinə bərabərdir. Yəni sizdən xromosom sayını verib, xromatid sayını istəyəndə tutaq ki, sizə deyir ki, insanın somatik hüceyrəsinin interfaza mərhələsinin, interfazanın presintetik mərhələsində 46 xromosom sayılmışdır. Deyək ki, olarsa. 46 xromosom olarsa, xromatid sayı nəyə bərabərdir? Siz neyi edəcəksiniz? Düsturunuza əsasən 2n bərabər 46 deyil. N-nizi buradan tapacaqsınız 23. N-in qiyməti olsa C-nin qiymətinə bərabərdir. Onda C də 23-dür. Gətirib burada 2C-nin yerində 2-ni vuracaqsınız 23-ə. Eləyəcək 46 dənə xromatid. Bu şəkildə rahat bir formada tapacaqsınız yəni. Ta özümüzü öldürməyəcək ki, Allah, N-dən C-yə necə gedib çıxaq, C-dən D-yə necə gedib çıxaq, yox. Necə varsa o şəkildə. Qiymətlər bir-birinə normalda bərabər olmuş olur. İndi gəldik sintetik fazına. Sintetik fazada DNT ikiləşir. DNT ikiləşdiyinə görə burada şəkil kimi çəkəcəm. Bu mərhələdə bir xromatidli xromosom çevrilir nəyə? 2 xromatidli xromosoma. 2 xromatidli xromosoma çevrilmiş olur. Bir xromatidli xromosom. DNT ikiləşir. DNT-in ikiləşməsi xromosomun birincili gərilməsinə səbəb olur. Bu birincili gərilmə də interfazanın sintetik fazasındadır. Və bu da xromosom sayını artırmaz. Bayaq göstərdim dərsin əvvəlində. Bunlar hər ikisi bir dənə xromosomdur. Amma tərkibindəki xromatid sayı artıb. DNT miqdarı artıb. Ona görə xromosom sayı dəyişməyib. 2N-dir. Xromatid sayı 2 dəfə artıb olub 4C. 2C-dən 4C-yə çıxır. DNT miqdarı 2 dəfə artdığına görə 2D-dən 2 dəfə artanda olub 4D. Bu şəkildə. İnsan üçün bunlar deyəndə, məsəl üçün 2N-imiz 46-dırsa, 4C bundan 2 dəfə çoxdur. 92 olacaq. 4D bundan 2 dəfə çoxdur. 46-nı 2-yə vuranda yenə 92 dənə DNT molekulu eləmiş olur. Bu şəkildə qeyd eləmiş olur. Sonra bir də gəlir postsintetik mərhələ. Postsintetik mərhələdə isə artıq hüceyrədə ATF ehtiyat halında toplanmağa başlayır. Niyə görə? Postsintetik mərhələdən sonra hüceyrə başlayacaq bölünməyə. Bölünməyə də enerji lazımdır. O enerjini də hüceyrə əldə etmək üçün nə edir? İnterfaza mərhələsində ATF şəklində bolluca enerji toplamış olur. Və burada sintetik mərhələdə xromosomlar 2 xromatidli olduğuna görə, 2 xromatidli xromosom yarandığına görə elə postsintetik mərhələdə də xromosomlar 2 xromatidli olmuş olur. Bu şəkildə. 2 xromatidli olur. Və düsturda olduğu kimi qalır. 2N, 4C və 4D. 4D. Bu da düsturumuz olur postsintetik mərhələdə. İndi sizlərə burada bir dənə yadınızda saxlamalı bir şey var. Sizlərə desə ki, sintetik mərhələyə yenicə daxil olmuş hüceyrənin xromosom xromatid DNT miqdarı. Yenicə daxil olmuş hüceyrənin xromosom xromatid DNT miqdarı deyirsə, yenicə daxil olmuş. Demək ki, hələ DNT ikiləşməyib. Yeni daxil olub. DNT ikiləşməyib. Ona görə elə yenicə daxil olmuş deyəndə bu düsturu götürəcəksiniz. 2N, 2C, 2D. Presintetik mərhələnin düsturunu. Yenicə daxil olursa sintetik mərhələyə. DNT ikiləşməyib. Yəni, tutaq ki, məktəbdən gəlirsiniz, yemək hazırlayacaqsınız. Məktəbdən evə girən kimi yemək hazır olmur ki. Yox, girərsiniz, bir əlinizə, üzünüzdə su vurarsınız, nə bilim, deyək ki, əlinizi dəyişərsiniz, yavaş-yavaş başlayarsınız, xunada əşyalar falan, yeməyə lazım olan ədviyyatlardır, nə bilim, deyək ki, aynı ürünlardır da, nəsə produkt falandırsa,
Hamısını düzməyə, ondan sonra yavaş-yavaş yeməyi bişirməyə başlayırız. Birdən-birə yemək hazır olmur ki, elə qapıdan içəri girən kimi. Eyni ilə sintetik mərhələdə də yenicə hüceyrə daxil olubsa, hələ DNT ikiləşməyibdir. Ona görə yenicə daxil olmuş hüceyrə deyəndə presintetik mərhələnin düsturundan istifadə eləmiş olursunuz. Olar? Bəli. 3 nəfərimiz dərsdən ayrılıbdır. Niyə görə? Güya asan bir dərsdir ki bu. İndi, məsəl üçün, mən sizə deyirəm ki, interfazanın hansı mərhələsində bir xromatidli xromosomları müşahidə etmək olar? Cavabınız nə olmalı? Presintetik. Bir də sintetik. Presintetik. Presintetik və sintetikin əvvəli. 2 xromatidli xromosomlar müşahidə etmək olar. Sintetik, postsintetik. Bəli, sintetik Sintetik, sonu postsintetik. və postsintetik mərhələ. Sonra deməyin ki, öyrənə bilmirik ya. Öyrənə bilməyənlər, çətinlik çəkənlər çox vaxt dərsə qoşulmayanlar olur. Mənim burada birdən başım yorğun olur. Həmişə hüceyrənin biokimyasında da. Sonra baxıram, elə hasant gəlir, utanıram verdiyim suallara sizə. Mən arabir belə dərsləri şey deyirəm də, ilbəil YouTube-a da göndərirəm axı. Kiməsə kömək olsun da, yəni. Xoşuma gəlir orada altda sağ ol yazanda falan ki, özümə ləzzət edir ki, kimin sizə köməyinə çatdım, yəni. Nə xoş mənəm. Bəzi müəllimlər vermir, paxıldılar. Vermirlər. İnan bir dənə siz Yox, paxıl deməyək də izah yəni. verən. O paxıl deməyək də ona. O da yəni bir strategiyadır, öz işidir. Yəni halalca gördüyü işdir. Yəni bunu Hayır, müəllim hamıdır, hamısında paylaşa da halaldır və bilər, paylaşmaya da bilər. Yəni öz işidir. Onun paxıllıqla bir əlaqəsi yoxdur məncə. İstəmir paylaşmır, istəyir paylaşır. Yəni onun qəti şəkildə paxıllıqla bir əlaqəsi yoxdur yəni. Deyə düşünmürəm ki, yəni paxıldır falan. Sadəcə öz işidir. O şəkildə onun deyək ki, belə deyək də düşüncə tərzi, yəni o cümlədir ki, mən paylaşmıram. Yəni kimsə də onu qınaya bilməz. Kimsə də onu qınaya bilməz. Sadəcə mənim xoşuma gəlir ki, bəzən paylaşım, qoy kiməsə kömək olsun, çətin mövzudur falan filan. Yəni bu şəkildə. Yəni onun üçün yəni hərənin öz subyektiv fikri var o şeydə. Yaxşı. Bunu qeyd elədik. İnterfaza bitəndən sonra, burada cümlələr var idi. Qoy bir dənə o cümlələrə baxaq. Nə deyirdi? İnterfaz üçün səciyyəvi olan proseslər seçin. İnterfaz da hüceyrə sürətlə böyüyür, təbii ki. Böyüyəcək. Hüceyrə orqanoidlərinin miqdarı azalır, xeyr, azalmır, artır. Bu səhv fikirdir. Hüceyrənin həyat fəaliyyəti ilə əlaqədar assimiliyasiya və dissimiliyasiya prosesləri baş verir. Bu da doğru bir fikirdir. Doğru bir fikirdir. ATF sintezi artır. Bu da doğru bir fikirdir. Hüceyrənin bölünməsi zəifləyir. Böyüməsi zəifləyir, xeyr, artır. Hüceyrənin orqanoidlər miqdarı artır. Bəli, hüceyrədə biosintez prosesləri dayanır. Niyə görə dayansın ki? Əksinə olaraq sürətli şəkildə gedir ki, hüceyrə bölünəcək maddələr lazımdır onlara. DNT ikiləşir. Bəli. Bu şəkildə qeyd eləmiş olduq. Bu da nüvənin hissələrdə zaten bunu da hüceyrədə qeyd eləmişik. Ona görə burada bir-bir qeyd eləməyə ehtiyac yoxdur. Gəldik hüceyrənin bölünməsi və mitoz bölməsinə. Dərsinə 18-ci paragraf. Bura keçməmişdən qabaq. Bura keçməmişdən qabaq. Hüceyrənin iki cür bölünməsi ola bilər. Əvvəl üç cür qeyd edirlər amitoz bölünməlidə. Amma son dövrlərdə amitoz bölünmə kitabdan çıxarıldığına görə mən iki cür qeyd edəcəm burada ki, hüceyrənin iki cür bölünməsi ola bilir. Mitoz bölünmə və meyoz bölünmə. İndi 11-ci sinif dərsliyində müəllimlər 48-ci paragraf var. 11-ci sinifdə 44 və 48-ci paragraf bizə lazım olacaq. 48-ci paragrafda mitoz və meyoz bölünmələrin oxşar və fərqli cəhətlərini qeyd ediblər.
Gəlin mitoz bölünmənin burada xüsusiyyətlərini sadalayıb meyozdan fərqli olaraq. Orada bir cümlə var, ona baxaq, sonra qayıdacağıq 9-cu sinifə. Deməli, mitoz bölünmə özü somatik hüceyrələrin, yəni bədən hüceyrələrinin bölünməsini təmin edir. Həmçinin də ilkin cinsiyyət hüceyrələri mitoz yolla bölünə bilir. Mitoz yolla bölünə bilir. Somatik hüceyrələr bölündüyü üçün orqanizmin böyüməsini, inkişafını mitoz bölünmə təmin edir. Amma bəzi orqanizmlər vardır ki, onların qametlərinin əmələ gəlməsi mitoz yolla baş verdiyi üçün çoxalma prosesini də həyata keçirə bilir mitoz bölünmə. Çoxalmaya da səbəb ola bilir mitoz bölünmə. Hansı orqanizmlərdir? Bunlar indi qeyd edəcəyik. Mitoz bölünmə zamanı bir ana hüceyrədən 2 dənə hüceyrə, qız hüceyrə yaranır. Amma yaranan qız hüceyrələrin xromosom sayı ana hüceyrədəkindən fərqlənmir. Ana hüceyrədəki kimi olmuş olur. Yəni ana hüceyrə 2 xromosom yığınına malikdirsə, alınan hüceyrələrin hər biri, 2 dənə hüceyrənin hər biri 2N olur. N-dirsə N-dən 2 dənə N xromosom dəstinə malik olan hüceyrə alınır. 3N isə yenə 3N xromosom dəstinə malik olan hüceyrə alınır. Bir dəqiqə üzr istəyirəm müəllimlər. Aha, bu şəkildə qeyd eləmiş olduq. Bu oldu mitoz bölünmə. Və mitoz bölünmə ontogenezin sonuna qədər, yəni canlının ölənə qədər, mayalanmadan, ontogenez nədir? Mayalanmadan ölənə qədər olan dövrdür. Düzdür? Mayalanmadan ölənə qədər olan dövrdə ontogenez. Və bu mayalanmadan ontogenezin sonuna qədər mitoz bölünmə davam eləmiş olur. Yaranan hüceyrələr uzun ömürlü hüceyrələr olur və homoloji xromosomların xromatidləri qütblərə çəkilir burada. Bu hissələr başa salacağam. Yaranan hüceyrələr yenə mitoz yolla çoxalır. Yəni mitoz bölünməni həyata keçirmiş hüceyrə yenidən mitoz bölünməyə səbəb olur. Yəni yenidən mitoz bölünməyə məruz qala bilir. Məruz qala bilir. İrsi müxtəlifliyə isə səbəb olmur. Yəni irsi müxtəlifliyə səbəb olması üçün burada gen mübadiləsi Krasingover getməsi lazım idi. Amma baş vermir. Baş vermir. Cüt homoloji xromosomlar ayrılması lazım idi anafaza 1 mərhələsində. Cüt homoloji xromosomların bir-birindən ayrılması lazım idi. O da baş vermir. Baş vermədiyinə görə nədir? İrsi müxtəlifliyə səbəb olmur. Konkret olaraq. Səbəb olmur. İndi gələk 9-cu sinifdəki mitoz bölünməsi. 9-cu sinifdəkinə gəlməkdənsə özümüz izah eləsək daha rahat olar bunu. Demək, kitabı oxuyacaqsınız, o heç. 11-ci sinifdə 48 və 44-cü paragraf. Mitoz bölünməni biz şərti olaraq 4 dənə fazaya bölünür. Birinci faza profaza mərhələsidir. Profaza mərhələsidir. Pro əvvəl qədər deməkdir. Və mitoz bölünmənin ən uzun fazası profaza mərhələsidir. Mitoz bölünmədən əvvəl interfaza baş verir. Və interfazadan çıxmış hüceyrə mitoz bölünməyə daxil olursa, burada xromosom sayı 2N qalacaq, xromatid sayı 4C qalacaq, DNT miqdarı da 4D olacaq. Yəni, heç bir dəyişiklik yoxdur. İnterfazadan bura daxil olub da. Düsturumuz bu şəkildədir. 2N, 4C və 4D şəklində qeyd eləmiş oluruq bunu. Profaza. İndi profaza mərhələsi zamanı nə baş verir? Deyək ki, bu bizim hüceyrəmizdir.
Cümlələri zaten kitabda yazıb, bir-bir oradan oxumağa vaxt sərf eləmək istəmirəm. Ona görə də burada yavaş-yavaş şəkil üzərində izah eləyə gedək. Demək, bu bizim hüceyrəmizdir. Bu da onun nüvəsidir, deyək ki. Düzdür? Ortada. Profaz zamanı stoplazmadan nüvənin içərisinə su dolmağa başlayır. Nüvənin içərisinə su dolursa nə baş verir? Nüvənin həcmi artır. Nüvə böyüdür, həcmi artdı. Nüvənin içərisinə su dolursa, karyoplazmada olan maddələrin qatılığı azaldı. Karyoplazmanın qatılığı aşağı düşdü, azaldı. Bundan sonra xromosomlar spirallaşmağa başlayır, yığılmağa, qısalmağa başlayır və nəticədə işıq mikroskopunda bu xromosomlar görünməyə başlayır. Burada bir dənə belə nüvəcik çəkir. Nüvənin içərisində. Xromosomlar işıq mikroskopunda görünməyə başlayır. Normalda sentriollar, yəni hüceyrə mərkəzini əmələ gətirən cisimciklər nüvənin yaxınlığında yerləşir. Bax burada. Nüvənin yaxınlığında yerləşir. Normalda sentriollar. Bu sentriollar yavaş-yavaş başlayır qütblərə doğru çəkilməyə. Sentriollar qütblərə çəkiləndən sonra buradan sentriollar bölünmə zamanı nə əmələ gətirirdi? Bölünmə vətərlərini əmələ gətirməyə başlayır. Bölünmə vətərlərini əmələ gətirməyə başlayır. Sonra nüvə pərdəsi əriyir, nüvəcik itir və xromosomlar stoplazmada sərbəst halda qalır. Üzr, stoplazmanın içərisində hal-hazırda. Bu nə oldu? Profaza mərhələsi oldu. Proseslərin ardıcıllığını da olduğu kimi sadaladıq. Olduğu kimi sadaladıq. Bundan sonra başlayır metafaza mərhələsi. Metafaza mərhələsi xromosomlarda xromatid və DNT miqdarında heç bir dəyişiklik yoxdur. 2N, 4C və 4D miqdarında olur. Bunlar 2N, 4C, 4D. Düsturumuz metafazada da bu şəkildədir. İndi burada xromosomlar nə edir? Xromosomlar hüceyrənin mərkəzi boyunca düzülməyə başlayırlar. Baxın, hüceyrənin mərkəzi boyunca düzülməyə başlayırlar. Və burada mərkəzdə düzülüb bir mərkəzi lövhə və yaxud da ekvatorial lövhə, metafaza lövhəsi əmələ gətirirlər. Və hər xromosoma qütblərdən bir vətər teli birləşir. Yuxarıdan da, aşağıdan da. Yuxarıdan da, aşağıdan da. Yuxarıdan da, aşağıdan da. Demək ki, mitozun metafaza mərhələsində bir xromosoma nə olur? İki vətər teli birləşir. Hər iki qütbdən vətər teli birləşmiş olur. Və bununla da bölünmə vətərlərinin əmələ gəlməsi başa çatır. Bölünmə vətərlərinin əmələ gəlməsi başa çatır metafaza mərhələsində. Bölünmə vətəri hara qədər uzanacaq? Xromosomun mərkəzi hissəsi olan bu sentromer hissəyə birləşənə qədər uzanacaq da. Bura qədər uzandı. Nə baş verdi? Gəldi, birləşdi və bölünmə vətərlərinin əmələ gəlməsi başa çatdı. Bir də onu deyək ki, xromosomların spirallaşması başlayır profaza mərhələsində. Amma metafaza mərhələsində də hələ spirallaşma baş verir. Və maksimum spirallaşma metafaza mərhələsində olduğu üçün xromosomun maksimum spirallaşması metafaza mərhələsində olduğu üçün xromosomu ən yaxşı öyrənirlər quruluşunu. Ən yaxşı metafaza mərhələsində öyrənirlər. Xromosomun quruluşunu ən yaxşı metafaza mərhələsində öyrənirlər. Bunu yadda saxlayırsınız. Metafaza mərhələsindən sonra
başlayır anafaza mərhələsi. Anafaza mərhələsi. Anafaza mərhələsində xromatidlər qütblərə çəkildiyinə görə xromosom sayı 2 dəfə artır. Amma DNT miqdarı, xromatid sayı dəyişmədən qalır. Necə olur? Burada bax tutaq ki, bir xromosomun üzərində göstərirəm. Burada. Bax bölünmə vətəri həm bu tərəfdən gəlib birləşirdi. Baba buradan. Həm də aşağı qütbdən gəlib birləşirdi. Və bunu hər ikisi, hərəsi öz tərəfinə dartırdı. Hərəsi öz tərəfinə dartırdı. Və iki xromatidli xromosom bu orta hissəsindən qırılaraq xromatidin biri bir qütbə, digəri də başqa bir qütbə çəkilirdi. Yəni, deyək ki, bax bu şəkildə. Ona görə bax 4 dənə xromosom çəkmişdik də bayaqdan, düzdür? İndi 8 dənə xromosom çəkirik. Xromosom sayı 2 dəfə artdı. İki dəfə artdı. Amma xromatid sayı dəyişmədi. Bayaq 4 dənə xromosom çəkmişdik bu şəkildə. 2, 3, 4. Hər birinin 2 dənə xromatidi var idi. Burada nə var? 4 dənə xromosom, 8 dənə xromatid. Düzdür? İndi burada xromosom sayı nə olub? 2 xromatidli xromosomlar 1 xromatidli xromosoma çevrilib. Ona görə xromosom sayı 2 dəfə artıb. Xromatidlər qütblərə çəkilib. Xromatidlər qütblərə çəkilib. Bundan sonra isə gəlir telofaza mərhələsi. Telofaza mərhələsində qütblərə çəkilmiş xromosomlar nə olur? Spirallaşmaları açılır. Xromosomların spirallaşmaları açıldığına görə biz artıq xromosomları görmürük. Spirallaşma açılır, işıq mikroskopunda görünmür. İşıq mikroskopunda görünmür. Yavaş-yavaş 2 ədəd, yavaş-yavaş nüvə pərdəsi əmələ gəlir. Bax burada nüvə pərdəsi əmələ gəlir. Nüvəcik yaranır və sitoplazma 2 yerə bölünmüş olur. Bu da telofaza mərhələsindədir. Telofaza mərhələsindədir. Və xromosomların yarısı bir hüceyrəyə, yarısı bir hüceyrəyə düşdüyünə görə xromosom sayı 4-dən nəyə düşəcək? 2-yə. Xromatid sayı 4C-dən düşəcək 2C-yə, DNT miqdarı 4D-dən düşəcək 2D-yə. Və bu şəkildə deyəcəyik ki, mitozun anafaza mərhələsində xromosom sayı müvəqqəti olaraq 2 dəfə artmış olur. Müvəqqəti olaraq 2 dəfə artır. Sonda telofaza mərhələsində bir hüceyrədən 2 hüceyrə əmələ gəlir və ana hüceyrədə, profazada olan hüceyrə ana hüceyrədir. Ana hüceyrədəki kimi xromosom sayı nə olur? Bir-birinə ana hüceyrənin xromosom sayına bərabər olmuş olur. Xromosom sayı ana hüceyrənin xromosom sayına bərabər olur. Xromatid sayı 4C-dən 2C-yə düşür. 2 dəfə azalır. DNT miqdarı 4D-dən 2D-yə düşür. 2 dəfə azalmış olur. Aydındır mitoz bölünmə müəllimlər? Bəli, müəllim. Bir də burada anafazaya yenicə daxil olmuş hüceyrəni müəllim. Biz 2-nin 4C, 4D kimi götürə bilərikmi metafazadan Təbii ki daxil? də, yəni interfazanın böyümə mərhələsi, interfazanın sintetik mərhələsində necə dedik? Eyni şeydir Çünki elə burada. olur suallar ona görə soruşuram. Təbii ki, anafazaya daxil olan kimi bölünmür ki.
Biraz keçir sonra bölünür də. Yəni yenicə daxil olanda yenə metafazanın düsturunu götürə bilirsiniz. İndi sizə burada məsəl üçün deyir ki, tutaq ki, sitoplazmanın bölünməsi haqqında danışacağıq da. Tutaq ki, sizə deyir ki, mitozun hansı mərhələsində biz iki xromatidli xromosomları müşahidə edə bilərik. Profazada gördük bunu. Metafazada bir də Fazada və anafazanın əvvəlində. Anafazanın əvvəlində. İki xromatidli xromosomlar olur. Bir xromatidli xromosomlar hansı mərhələdə ola bilir? Anafazanın Anafazanın axırında, və telofaza telefazada. mərhələsində. Bu şəkildə qeydiyyatımıza aparırıq. Bu da bizim mitoz bölünməmiz. Kiminsə nəysə bir sualı varsa buyurub versin. Yəni bu dediklərimiz də olduğu kimi kitabdadır. Bir dəqiqə bunu silək. Olduğu kimi kitabdadır. Şəkillər üzərində burada da göstərilib. Eyni şeydir də. Yəni bizim dediyimiz bir-bir buradan niyə oxuyaq ki? Müəllim, sizin izah kitabdan daha rahatdır. Kitabda çox qarışıq veriblər. Düzdür. Kitabı da oxumaq lazımdır da yenə də. Və burada üçüncü çalışmada məsələn bölünmə vətəri itir. Nə zaman itəcək? Telofazada. DNT yüksək dərəcədə spirallaşır. DNT spirallaşırsa bu xromosomun spirallaşması ilə əlaqədardır da. Yüksək dərəcədə spirallaşır deyirsə metafazada. Metafaz. Xromosomlar hüceyrənin ekvatoruna düzülür. Metafaz. Kromatidlərin ayrılması nəticəsində xromosom sayı 2 dəfə artır anafazada. Nüvə pərdəsi nüvəcik itir profazada. Yəni Profazada. mənim dediklərimdir yəni. Bölünmə vətənləri yaranmağa başlayır profazada. Profazada. Sentromerlərə birləşir metafazada. Bir ana hüceyrədən iki qız hüceyrə yaranır telofazada. Bölünmə vətənləri tərəfindən xromosomları təşkil edən xromatidlər hüceyrənin qütblərinə çəkilir. Bu anafazada. Qütblərə Anafaz. çəkilən xromosomların spiralları açılır telofazada. Telofaza. Hüceyrənin mərkəzinin ikiləşmiş sentriolları qütblərə çəkilir profazada. Bu dövrdən başlayaraq xromatidlər bu dövrdən başlayaraq xromatidlər sərbəst xromosomlar hesab olunur. Telefazada. Xromatidlər qütblərə çəkiləndə xromosom sayı 2 dəfə artır da anafazada. Nüvə pərdəsində nüvəcik yaranır, bu da telofazadır. Bu şəkildə Adam yenə çaşırır. məsələni veribdir. Deyir, hər birinin tərkibində 12 cüt xromosom olan 100 hüceyrə mitoz yolla bölünmüşdür. Bölünmədən sonra hansı xromosom yığınına malik və neçə hüceyrə əmələ gəlir? Diploid xromosom yığını sizə verib 12 cüt, 24 dənə. Hansı xromosom yığınına malik hüceyrə əmələ gələcək? Elə 2 bərabər 24 olacaq. Mitoz bölünüb də, xromosom sayı, xromosom yığımı dəyişməyib ki. Yox. Neçə hüceyrə əmələ gəlir? 100 dənə hüceyrədən 2 dəfə artacaq da. 100-ü vuracaq 2-yə. Bu da eləyəcək 200. Bu şəkildə. Bu verir. İndi bölünmədən sonra, yəni bölünmədən sonra telefaz mərhələsinin sonunda sitoplazma bölünməyə başlayır. Sitoplazmanın bölünməsi 11-ci sinif dərsliyində 44-cü paraqrafda verilib, müəllimlər. 44-cü paraqrafda verilib. İndi burada belə böyük bir şey yoxdur. Deyək ki, nədir? Elə bildiyimiz şeylərdir. Sadəcə bax, bu hissədə sitoplazmanın bölünməsinə aid fikir qeyd edibdir. Buranı oxuyarsınız. Mən sizə ağ lövhənin üzərində izah verirəm. Demək, müəllimlər, sitoplazmanın bölünməsi bitkilərdə və heyvanlarda bir-birindən fərqlənir.
Bitkilərdə hüceyrə divarı var. Qalın hüceyrə divarı var. Ona görə bunu xaricdən daxilə doğru bölmək olmur. Xaricdən daxilə doğru bölmək olmur. Bərkdir, möhkəmdir. Elə bil ki, sizə veriblər bir dənə daş, kubik. Məsəl üçün, kubik veriblər və deyirlər ki, bu kubiki ortasından sıx iplə bağla, qəşəng belə ortası tamamilə sıxılsın iplə. Elə bir şey eləmək olar? Yox. Möhkəmdir axı. Bitkidə də hüceyrə divarı olduğuna görə möhkəm olur. Ona görə xaricdən daxilə doğru bu bölünə bilmir. Əksinə necə bölünür? Hüceyrənin ortasından xaricə doğru, yəni daxildən xaricə doğru bölünməyə başlayır. Orta hissədə burada ara lamel və yaxud da buna bölünmə lövhəsi deyirlər. Yaranmağa başlayır. Golgi aparatının iştirakı ilə bunu histologiyada demişdik sizə. Bölünmə lövhəsi yaranır və bölünmə lövhəsi əmələ gəlib bitəndən sonra hüceyrə iki yerə bölünür. Amma heyvan hüceyrəsi yumşaqdır. Yumşaqdır. Yumşaq olduğuna görə bunu xaricdən daxilə doğru bölə bilirik. Xaricdən daxilə doğru sıxılır. Sıxıldığı yerdə bax bu şəkildə bir forma əmələ gəlir. 8 vari bir forma əmələ gəlir və burada sıxıldığı yerdə buğumlanma baş verir. Bu büküşlər əmələ gəlir, qırışlar əmələ gəlir ki, buna buğumlanma deyilir. Sanki iki dənə şarı köpürmüşük, ağız-ağıza bağlamışıq. O şarın bir-birinə birləşən hissəsində də büküşlər əmələ gəlibdir. O şarı ağzını iplə bağlayırıq və yaxud da özümüz öz şarın ağzı ilə bağlayanda nə olur? Orada qırışlar olmur. Sanki ona oxşuyur da, elə bil ki, burada büküşlər, qırışlar əmələ gəlir, sıxılır, yığılır və burada buğumlanmalar olur. Buna deyirlər buğumlanaraq bölünür. Stoplazma. Buğumlanaraq bölünür. Və bu prosesdə aktin və miozin zülalları iştirak edir. Bu buğumlanmanı aktin miozindən ibarət olan saplar stoplazmada bu şəkildə hüceyrəni sıxır, orta hissədən buğumlandırır və bir hüceyrə iki yerə bölünmüş olur ortadan. Stoplazmanın bölünməsi prosesi də sitokinez prosesi adlanır. Sitos hüceyrə deməkdir, kinezis parçalanma deməkdir. Sitokinez stoplazmanın bölünməsi prosesidir. Bunu yaddan çıxarmırsınız. Bu da stoplazmanın bölünməsi. Okey. İndi gəlirik meyoz bölünməyə. Hüceyrənin bölünməsi meyoz. 9-cu sinifdə 19-cu paragrafda. Bir də onu deyəcəkdik. Mitoz bölünməklə hansı orqanizmlərin qametləri mitoz bölünməklə yaranır? Yaşıl quş mamırıdır müəllim orada. Dəqiq qeyd edirəm. Qametləri mitoz yolla yaranır. Əksər yosunlar burada xlorella, qırmızı və qonur yosunlar istisna. Belə baxanda bildiyimiz yosunlardan xlamidamanadanı, lotriksi, ulvanı falan bura misal göstərə bilirik biz. Laminariyada da Meyozun. meyozdur da o da istisnadır. Qırmızı zaten qonur yosunların içərisində aiddir də laminariya. Aydın onda, hə. Mamırlar, qıcılar, qatır quyruqlar, launlar. Heyvanlardan erkək arı.
Bunların gametleri mitoz yolla yaranabilir. Ona göre de mitoz bölünmə bəzən də çoxalmaya da səbəb olmuş olur. Bu belə. 11-ci sinifdə yenidən qayıdırıq 48-ci paragrafa və burada meyoz bölünmənin xüsusiyyətlərini oxumağa başlayırıq. Ki, görək meyoz bölünmədə nə deyib, nə götürüb, nə qoyubdur. Aha, baxaq. Demək, meyoz bölünmə ilə qametlər yaranır. Yalnız qametlər yaranırmı? Xeyr. Bəzən yönəldici cisimciklər, bəzən yönəldici cisimciklər də yarana bilir. Yəni sizlərə deyilsə ki, meyoz bölünmə ilə yalnız qametlər əmələ gəlir. Xeyr, bu ifadə doğru deyil. Yönəldici cisimciklər də meyoz bölünmə ilə əmələ gələ bilir. Bu doğru bir fikir deyil. Bir hüceyrədən 4 dənə hüceyrə yaranır. Və yaranan qız hüceyrələrdə xromosom sayı ana hüceyrədən 2 dəfə az olur. Yəni 2n göstərib 4 dənə ox çəkməlidir. Hər birinə n şəklində göstərməlidir ki, xromosom sayı 2 dəfə azalır. Çoxalmanı təmin edir, çünki qametləri əmələ gətirmiş olur. Xromosomlarda burada konjugasiya və Krasingover baş verir, mitozdan fərqli olaraq. Bu da nəyə səbəb olur? İrsi müxtəlifliyə səbəb olur. İrsi müxtəlifliyin yaranmasına gətirib çıxarır. Orqanizmlərin cinsi yolla çoxala bildiyi dövrdə baş vermiş olur. Məsəl üçün, deyək ki, qadın orqanizmində yetkinlik yaşından ta klimaksa qədər, aybaşı sikli bitənə qədər, yəni ki, o dövriyyəsi 350-500 dənə yumurta hüceyrə yetişir orqanizmdə. Onlar bitəndən sonra getdi. Bitdik, yəni klimaks dövrünə qədər baş verə bilir. Kişi orqanizmində amma deyək ki, yetkinlik yaşından başlayaraq hətta ömrünün sonuna qədər meyoz prosesi baş verə bilir. Yaranan hüceyrələr qısa ömürlü olur. Məsəl üçün, yumurta hüceyrənin yaşama müddəti nə qədərdir insanda? 12-24 saat. Spermatozoidin yaşama müddəti nə qədərdir? 2-4 gün deyək ki. O şəkildə. Ona görə qısa ömürlüdür də. Yəni, amma bədən hüceyrəmizə baxın, görün mitoz bölünmə ilə yaranıb, görün nə qədər uzun müddətli bir dövrə malikdir. Birinci meyozun 2 meyozu var. Birinci meyoz, ikinci meyoz. Birinci meyozda mitozdan fərqli olaraq tam xromosomlar qütblərə çəkilir. İkinci meyoz zaten mitozun eynisidir. Burada xromatidlər qütblərə çəkilir. Yaranan hüceyrələr yenidən meyoz yolla çoxala bilmir. İndi gəlin burada bir qeyd yazaq. Aha. Qeydimizi yazırıq. Mitoz yolla bölünmüş hüceyrə yenidən mitoz bölünə bilər. İkinci qeydimiz mitoz yolla bölünmüş hüceyrə yenidən meyoz yolla bölünə bilər. Yəni, mitoz yolla hüceyrə bölünəndən sonra meyoz yolla da bölünə bilir. Yəni, bu hal baş verə bilir. Sonra meyoz yolla bölünmüş hüceyrə yenidən mitoz yolla bölünə bilər. Mümkündür, bu halda var. Bir də meyoz yolla bölünən hüceyrə yenidən meyoz yolla bölünə bilməz. Bu şekilde. 2 meyoz ard-arda ola bilmir. 2 mitoz ard-arda olabilir. Mitozdan sonra meyoz bölünmə olabilir. Meyozdan sonra mitoz bölünmə olabilir.
Ama meyozdan sonra meyoz olmur. Olmur. Bunu yadınızda saxlayın. Hardasa testlərin içərisində falan cümlə şəklində düşə bilər, görünə bilər sizə. Yəni nə qədər olmuyor, yadda saxlamağınızda fayda var. Bu belə. İndi gəlirik meyoz bölünməyə. Demək, iki dənə meyoz oldu. Birinci meyoz və ikinci meyoz. Meyoz bölünmədən əvvəl də mitoz bölünmədə olduğu kimi nə baş verməlidir? İnterfaza baş verməlidir. İndi birinci meyozun da mərhələləri mitozda olduğu kimi birinci profaza, birinci metafaza, birinci anafaza və birinci telefaz olur. Bunları yazıram. Niyə görə? Düsturların qarşısına yazacağım. Ona görə. Birinci profazada, interfazada necə daxil olubsa o cür nədir? 2N, 4C, 4D. Birinci metafazada heç bir dəyişiklik yoxdur. 2N, 4C, 4D. Birinci anafazada burada yenə heç bir dəyişiklik yoxdur. 2N, 4C, 4D. Yəni bunu əzbərləyəndə baxın ki, görün harda dəyişiklik varsa oradan əzbərləyin də yəni. Birinci telefazda, telefazadsa xromosom sayı yarıya bölünməlidir. Həmçində xromatid DNT miqdarı. N, 2C və 2D. Bu şəkildə yarıya bölündü. Elə yarıya bölündü. Bölünmə baş verdi mi? İndi birinci telefazdan yaranan hüceyrələr ikinci meyoza daxil olacaq. Demək, ikinci profaza düsturumuz N, 2C, 2D'dir. İkinci metafaza yenə N, 2C, 2D'dir. İkinci anafaza, ikinci meyoz eyni ilə mitozun kopyasıdır. Ona görə ikinci anafazada da xromosom sayı müvəqqəti olaraq 2 dəfə artır. 2N, 2C, 2D'dir. Çünki burada da mitozda olduğu kimi xromatidlər qütblərə çəkilir. İkinci telofazada isə xromosom xromatid DNT miqdarı yenə aşağı düşür. N, C, D. Və meyozun əvvəlinə baxsaq, bura, profaza, birinci profaza. Sonunda əmələ gələn hüceyrəyə baxsaq. Xromosom sayı 2 dəfə azaldı. Xromatid sayı 4C-dən C-yə düşüb, 4 dəfə azaldı. DNT miqdarı 4D-dən D-yə düşüb, bu da 4 dəfə azalmış oldu. Bu şəkildə qeyd eləmiş oldu. Bu şəkildə qeyd etmiş olduq bunu. Müəllim, Və var. Biraz yadımdan çıxıbdı. Bu meyoz 1 ilə meyoz 2 arasında interfaza baş verirdi, yoxsa yox? qeyd eləyəcəm. Qeyd eləyəcəm. Bəli, baş verir. Qeyd eləyəcəm. İndi müəllimlər, bildiyimiz kimsə Müəllim. necə bəli. Müəllim, bu elə mitoz üçündə nəzərdə tutulan meyoz üçündə. Dedik ya, məsəl üçün elə mitoza baxanda bir ana hüceyrədən iki qız hüceyrə yaranır, amma eyni xromosom sayına malik. Hə. Burada bəs xromatid sayı dəyişir. Əlbəttə ki, ana hüceyrənin mitoza girəndə qeyd eləmədik mi? 2N 4C-dir. Amma alınanda 2N Amma interfazada 46-46-da, yəni 2N 2C 2D kimi götürürük. Ona görə deyirəm. interfazanın əvvəlində o şəkildədir. Amma sintetik mərhələdə DNT ikləşib xromatid sayını 2 dəfə artırır axı. 2N 4C-yə çıxarır. Hə.
Hə, mitoza da bu cür nə girir? Sonda yenidən alınan hüceyrələrdə xromatid sayı 2 dəfə azalır. Amma xromosom sayı dəyişmir. Yox, Yenidən ana hüceyrədən fərqli. Ana hüceyrədən fərqli olaraq 2 dəfə ana hüceyrədən az olur onda xromatid sayı. nə də ağır olur müəllimə, sualınızı başa düşmürəm. Az olur deyirəm. Ana hüceyrədən Təbii ki, 4C ana hüceyrədədir, dəfə. 2C qız hüceyrədədirsə 2 dəfə çox olacaq da. Ana hüceyrədə 2 dəfə xromatid sayı çox olacaq. DNT miqdarı 2 dəfə çox olacaq ana hüceyrədə. Amma qız hüceyrədə 2 dəfə az olur. Xromosom sayı fərqlənmir. Ana hüceyrə olaraq profazada kim götürdü? Profaza ilk mərhələdə müəllimə, ora daxil olan hüceyrə əlbəttə ki. Mən ana hüceyrə olaraq interfazaya girəni götürürdüm mən. İnterfazaya girən bəlkə heç bölünməyə məruz qalmayacaq. Bəlkə elə hüceyrə də heç bölünməyə məruz qalmır. Qanın formalı elementidir. İnterfazaya girir, ömür boyu interfaza mərhələsində olur. Bölünməyə daxil olmur. Mitoz bölünməyə daxil olmur. O nə tər olacaq bəs müəllimə? Onu siz ana hüceyrəyə götürə bilərsiniz. Yox. Aydındır müəllim. Sinir Aydın hüceyrələri interfazaya daxil olur. Ömür boyu da sinir hüceyrələri interfazada qalır. Bölünməyə daxil olmur. Əksər sinir hüceyrələrindən söhbət gedir də, bölünənləri də var. Mitoz bölünmə, Aha, bəs o, yəni o da var axı. Bölünməyə daxil olan hüceyrə ana hüceyrədir. aydındır müəllim. Oldu. Çox sağ olun. Hı. İndi müəllimlər, demək, ə, meyoz 1-də birinci profaza mitozun profazasından fərqlənən mərhələdir. Bax bu. Meyozun 3 dənə mərhələsi var ki, həmin o 3 mərhələ mitozdan fərqlənir. Bu, birinci profaza, birinci metafaza və birinci anafazadır. Birinci profaza, birinci metafaza və birinci anafaza mitozun bu mərhələlərindən fərqlənir. Konkret olaraq. Birinci profaza baxdığımız zaman, bu profaza mərhələsində yəni adında profaza sözünü deyirsiniz, düzdürmü? Yenə mitozdakı kimi burada nə baş verəcək? Deyək ki, adı nədir? Nüvəyə stoplazmalar su dolacaq, nüvənin həcmi artacaq, xromosomlar spirallaşmağa başlayacaq, işıq mikroskopunda görünəcək, bölünmə vətərləri yaranmağa başlayacaq, sentriollar qütblərə çəkilib, nüvə pərdəsi əriyəcək, nüvəci itəcək. Amma bu birinci profazanı mitozun profazasından fərqləndirən nədir? Fərqləndirən demək müəllimlər, konjugasiyanın və Krasingoverin baş verməsidir. Konjugasiyanın və Krasingoverin baş verməsidir. Konjugasiya homoloji xromosomların bir-birinə yaxınlaşmasıdır. Deyək ki, evdə 2 bacı yaşayırsınız, yəni 2 dənə bacıdır, ana, ata, 2 bacı. Bax ki, hər uşağın özünün otağı var. Hər uşağın özünün otağı var. Deyək ki, evinizə qonaq gəlir. Qızlarınıza deyirsiniz ki, ay qızlar, siz keçin eyni otaqda yatın. Gələn qonaqlar da sizin birinizin otağınızda yatsın. Nə oldu? Qızlar bir-birinə yaxınlaşdı. Əvvəl başqa-başqa otaqlardırlar. İndi eyni otağa keçdilər. Yaxınlaşdılar bir-birinə. Bu oldu nə? Bu oldu konjugasiya. Yəni tutaq ki, homoloji xromosom cütləridir. Bax bu şəkildə. Bir-birindən aralarında məsafə var. Düzdür? Konjugasiya baş verəndə bunlar gəlib dib-dibə durur. Sanki bax bu şəkildə. Bu proses olur, bu cür yaxınlaşma. Olur konjugasiya. Bu proses həmişə baş verir. Bu proses həmişə baş verir. Bir də var müəllimlər, Krasingover. Krasingover baş verə də bilər, baş verməyə də bilər. Baş verə də bilər Krasingover, baş verməyə də bilər.
Məsəl üçün, bax Krasinqoveri necə göstərək burada? Qoyun bir dəqiqə. Krasinqoverdə gen mübadiləsi gedir. Xromosomlar bir-biri ilə ayaqlarını dəyişirlər. Bu qırmızı rəngdə çəkək bunu. Bunu da qara rəngdə çəkək. Burada nə baş verir? Bu qırmızı ilə bu qara bir-biri ilə yerin dəyişir. Bax görürsünüz, fərqli rəngdə çəkirəm ki, rahat başa düşəsiniz. Qara gəlir bura, qırmızı keçir bura. Nə oldu? Gen mübadiləsi elədir. Bu da Krasinqoverdir. Krasinqoverin baş verməsi nəticəsində də müxtəliflik üzə çıxmış olur. Birinci profaza kombinativ dəyişkənliyin yaranmasına gətirib çıxaran səbəblərdən biridir. Bu oldu bizim birinci profaza mərhələmizin də baş verən proseslər və mitozdan fərqlənən proseslər də bu oldu yəni. Ona görə bir də hüceyrənin içərisində bunu çəkməyə falan ehtiyac yoxdur. Bu belə. Gəldik indi nəyə? Gəlirik indi birinci metafazaya. Birinci metafazanın özü də mitozun metafazasından fərqlənir. Niyə görə fərqlənir? Birinci, bax bunu hüceyrənin içərisində çəkməyə ehtiyac var amma. Çünki mitozda xromosomlar necə düzülmüşdü mitozda? Bir xətt üzərində. Düzdürmü? Tək-tək düzülmüşdü. Amma meyozun birinci metafazasında homoloji cüt xromosomlar, bax bu şəkildə. Cüt homoloji xromosomlar ekvator boyunca düzülür. Metafaza 1-də. Və hər xromosoma yalnız bir qütbdən və tərteri birləşir. Yalnız bir qütbdən və tərteri birləşir. Görürsünüzmü? Ancaq bir qütbdən gəldi və tərteri birləşir. Metafaza 1-də neynədir? Fərqləndi mitozun metafazasından. Niyə görə? Xromosomlar cüt-cüt ekvator boyunca düzüldü və hər xromosoma yalnız bir qütbdən bölünmə vətəri birləşmiş oldu. Yəni metafaza 1-də bölünmə vətərinin sayı xromosomun sayına bərabərdir. Bu oldu metafaza 1. İndi gəlirik birinci anafazaya. Birinci anafaza mərhələsində qütblərə ham xromosomlar çəkilir. Bir qütbdən xromosoma birləşmə yox idi. Ona görə xromosomlar ham şəkildə iki xromatidli xromosomlar qütblərə burada neynəmiş olur? Çəkilmiş olur. İki xromatidli xromosomlar qütblərə çəkildi. Bax bu şəkildə. Gördüyünüz kimi, ona görə xromosom sayı burada artmadı. Birinci anafazda xromosom sayı artmadı. Və buna görə də həmçinin mitozdan fərqləndi. Artıq telofazaya gələndə müəllimlər, hüceyrə bölündüyü zaman xromosom sayı yarıya düşdü. Azaldı. Reduksiyaya getdi sanki. Xromosom sayı azaldı. Və buna görə də birinci meyoza həmçinin reduksiyon, bölünmə deyirlər. Birinci meyoza bu prosesin baş verməsinə görə anafazada xromosom sayının artmamasına görə reduksiyon, bölünmə demiş oluruq bunu. Bu şəkildə qeyd edirik. Bu belə. Bu belə. İndi birinci telofazadan sonra müəllimlər, birinci meyoz bitdi. Birinci telofazada bir dənə başlanğıc hüceyrədən 2 dənə hüceyrə əmələ gəldi. Birinci meyoz nəticəsində. Bundan sonra birinci telofazada olan 2 hüceyrə başlayacaq bölünməyə. 2 hüceyrə başlayacaq bölünməyə və hər birindən 2 dənə hüceyrə əmələ gəlmiş olacaq. İkinci meyozda. İkinci meyoz tamamilə mitozun eynisidir. Bildiyiniz eynisi. Mitozdan heç bir şeylə fərqlənmir.
Heç bir şeylə fərqlənmir. Və burada gördüyümüz zaman meyoz bölünmədə bir dənə başlanğıc hüceyrə olur yuxarı hissədə. Bölünmə nəticəsində 4 dənə hüceyrə əmələ gəlir. 4 hüceyrə əmələ gəlir və 3 hüceyrə bölünür. 3 hüceyrə bölünür. Bir dənə bax bu işarələdiyim başlanğıc hüceyrə bölünür. Bir də meyoz birdən əmələ gələn hüceyrələr bölünmüş olub. 3 dənə hüceyrə bölünüb. 4 dənə hüceyrə əmələ gəlib. Bu şəkildə qeyd eləmiş oluruq bunu. Aydındır. Bu belə. Bu belə. Sonra müəllimlər nə deyəcəyik biz burada? Bir dəqiqə. Aha, meyoz bölünmənin əmələ gələn hüceyrələrin hər biri N xromosom dəstinə malik olur. Ana hüceyrə də 2N xromosom dəstinə malikdir. Düsturları əzbər bilməlisiniz o mütləq şəkildə. Sonra meyoz bölünmədə hansı mərhələdə 2 xromatidli xromosomları müşahidə eləmək olur? Meyozun əvvəlindən ta ikinci anafaza daxil olmaqla. İkinci anafazanın əvvəlində belə 2 xromatidli xromosomlar olur. Yəni birinci profaza, birinci metafaza, birinci anafaza, birinci telofaza. Keçdik ikinci profaza, ikinci metafaza, ikinci anafazanın əvvəli. Ora qədər 2 xromatidli xromosomları müşahidə eləmək olur. İkinci anafazanın sonunda mitozda olduğu kimi xromatidlər qütblərə çəkilir. Xromatidlərin qütblərə çəkilməsi nəticəsində xromosom sayı müvəqqəti olaraq 2 dəfə artır və bir xromatidli xromosomlar əmələ gəlir. İkinci anafazanın sonunda və ikinci telofazada bir xromatidli xromosomlar olur. Bir xromatidli xromosomlar olur. Bu şəkildə qeyd elədik. Bu belə. Bu da meyoz bölünmə. Bir də meyoz bölünmə ilə meyozun birinci bölünməsi ilə ikinci bölünməsi arasında bir interfaza olur. Amma bu interfaza qısa interfaza olur da. Yəni çox qısa bir müddət ərzində olur. Səbəbi də ondan ibarətdir ki, burada DNT-nin ikiləşməsi baş vermir. DNT miqdarı falan olduğu kimi qalır. DNT ikiləşmir burada. Ehtiyac olunur. Bir də bu 11-ci sinifdə 48-ci paraqrafda mitozla meyoz bölünmənin ortaq xüsusiyyətlərində göstəriblər. Ortaq cəhətləri. Bax, burada veriblər. Sadəcə burada bu ikinci fikri səhv veriblər. İkinci fikir cüt homoloji xromosomlar bir-birindən ayrılır meyozun birinci anafazasında. Bu ortaq xüsusiyyətə aid deyil. O orada səhv gedibdir. Bu şəkildə. Demək, siz evdə oxuyacaqsınız 9-cu sinifdən 17, 18, 19-cu paraqraf, 11-ci sinifdən 44-cü və 48-ci paraqrafı. Bunları oxuyacaqsınız evdə. Yaxşı. Bu bizim bugünkü dərsimiz oldu. Növbəti dərsimizdə inşallah hüceyrənin orqanizmin çoxalma formaları haqqında danışacağıq. Cinsi çoxalma və qeyri-cinsi çoxalma. Belə. Bugünkü dərsimizdə bu qədərdir. Hər birinizin gecəniz xeyrə qalsın. Allah amanında özünüzdən müğayət olun. Hələlik mənim. Sağ olun mən. Sağ olun mən. Sağ olun.